Hər birinizə salam dəyərli izləyicilər. Bu gün qəbula düşmüş bəzi informasiya və informasiyanın kodlaşdırılması miqdarının ölçülməsi mövzusu ilə suallarına baxırıq. Vaxt itirmədən keçək suala. Qəbula az qalıb. Məncə hamınız sürətli şəkildə öyrənmək istəyirsiniz. Deməli, ASCII sistemi ilə kodlaşdırılmış sözlər və onlayn informasiya həcmləri arasında uyğunluğu müəyyən edin. ASCII-də kodlaşdırılmış hər bir simvol olur 8 bit və yaxud 1 bayt. Əla. Burada neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 8 bayt və yaxud 64 bit ola bilər. 8 bayt var, 1-ə getdi, S. 1-ə S. Printerdə 2, 2, 4, 5, 6, 7. 7 dənə simvol var. 7 simvol 7 bayt ola bilər və yaxud 7/8 56 bit ola bilər. 56 bit var. 2 yazdım B. Information ifadəsində saysaz 11 dənə simvol var. 11 simvol 1-ə vurub 11 bayt deyə bilərəm. 8-ə vurub 88 bit deyə bilərəm. 88 bit var. 3-ə getdi D. 1S, 2B, 3D. 1S, 2B, 3D cavabım oldu D variantı. Davam. Keçdik növbəti suala. Deyir nə? 128 səhifəlik sənədin cüt səhifələrində. Baxın, 128 dənə səhifə varsa 1 ilə başlayıb, yəni təklə başlayıb cütlə qutarıb deyə 2-yə bölürəm. 64 cüt, 64 tək var. Cüt nömrəli səhifələrində nə var? 64 dənə səhifədə 209 vurulsun 208 dənə piksel. Hər pikseldə 256 rəng çalarlı, yəni 8 bitlik palitri ilə. 256 208-dir, yəni 8 bitə sığır da, belə çıxır ki, 8 bit. Və yaxud 1 baytda deyə bilərəm, 1 bayt. Qalan 206 dənə səhifədə nə var? Nə deyir? 8192 200-dür. 8 vurulsun 1024-dür, 203 vur 210, yəni 213-dür. 213 dənə simvol hər biri də Unicode-da kodlaşdırılıb. Unicode-da kodlaşdırılmış hər bir simvol 2 bayt və yaxud 16 bitdir. Mən baytla getdim, yazdım belə. İndi baxın, 209, 208. Bu elədi 217, o da vurdum 6-ya. 206-ya, o da elədi 223. 223 bayt buradadır. Bu tərəfdə nə var? 219, 220, 219, 220 bayt da buradadır. 220 bayt da buradadır. İndi hər tərəfi 220-yə bölüb MB-yə keçsəm, burada qalacaq 203, burada qalacaq 1. Yəni ümumi 9 MB olmuş olacaq. Cavabımız olacaq 9 MB C variantı. Davam eləyək. Keçdim növbəti suala. Nə deyir? 81 səhifəlik mətnin faylının son səhifəsində. Son bir dənə səhifədir. Bir dənə səhifədə 704 kilobaytlıq şəkil var. Digər səhifələrin hər birində 32 sətir. Digər neçə dənə səhifə qaldı? 80 dənə. Hər birində 205 sətir. Hər sətirdə 206 dənə simvol. Unicode-da kodlaşdırıbsa hər birinin həcmi 1 baytdır. Ümumi həcmi soruşur. Bura kübü ilandır. Bu da keçim kübüyə. 200 baytda kübüyə 210-a böləcəm. 205 getdi, 205 qaldı, 206 ilə getdi, burada 2 qaldı. 160. Əla. 864 kübü. Cavabım oldu 864. 162 vurdum 80-ə 160 kübü oldu. Bu da 704 kübü. Cəmləyəndə 864 kübü. Keçdim növbəti suala. Nə deyir? 129 səhifəlik sənədin cüt nömrəli səhifələrin hər birində 128 simvol olmaqla 64 simvol əlifbi ilə kodlaşdırılmış mətn tək nömrəli səhifələrin hər birində isə bu qədər. Əla. İndi baxın, 129 dənə səhifəsi varsa 1 ilə başlayıb, yəni təklə başlayıb, təklə bitib. Deməli, tək nömrəli səhifələrin sayı cüt nömrəli səhifələrin sayından bir vahid çoxdur. Yəni bunun 65-i təkdir, 64 dənəsi cütdür. Cüt nömrəlilərdə nə var? 207 simvol, 206 simvolla əlifbi ilə kodlaşdırıb, yəni 6 bitlik. 6 bit. Tək nömrəli səhifələrin hər birində isə tək nömrəlidə nə qədər səhifəsi var? 65 dənə. 208 vurulsun 210 bitlik informasiya var. Ümumi həcmi soruşur. Variantlara baxıram, çox iyrənc variantlar görürəm. Mən belələrdə məsləhət görürəm ki, birinci böyük vahidi yoxlayasınız. Məsələn, kübü dən böyük. Hər birini kübüyə keçirəm. 213-ə böləcəm bunu da böləcəm 213-ə. 207, 206, 213. Bu da 6, 3 vur 2-dir. 3 vurulsun 200-dür. 14-dür. Yəni 13-lər getsə heç nə. Burada əslində nəsə yazılıqda da. Nə qaldı?
3 vur 2. Yəni 6 qaldı. Qısaca 6 2 bu. 65 vur bu. Bunu 213-ə böləndə. Burada qaldı 205. 65 vurulsun 205. Bu 65 də 206 plus 200 kimi yazım vurum açım. Bir daha 32 65-ə vurmaqla əlləşmirəm. Nə olur? 6 plus 206 var 205 211 plus 205 2 bu. Bu da 2048 plus 32 plus 6'dır. Bu da eləyir nə? 2070 86 2086 çubuğu var. Cavab D variantı. Davam eləyək növbəti sualımızdan. 4096 rəng çalarına malik qrafik təsvir. Bu qədər pikseldən ibarət. Aha. Bu təsvir müəyyən rabitə kanalı ilə rabitə kanalı ilə 15 saniyəyə ötürülür. 5 belə təsvir 2 dəfə daha aşağı. Hə, baxın heç burada hesablamağımıza ehtiyac yoxdur. Dinləyin. Neçə saniyəyə ötürürlər deyər. Düzdür? T nədən asılıdır? S böl V də düzdür? Fizikadan bildik. Deyir ki, təsvirin həcmin müəyyən rabitə kanalı ilə eyni V ilə ötürülür. Yəni daha doğrusu bir dənə V ilə ötürülür. Fərqi yoxdur. Bu həcmə sahib bir şey. Bu palitra, bu rəng çalarlı, bu piksellərdən ibarət təsvir. Bir dənə V ilə ötürülür. Yəni gəl deyək S1 bölünsün V1 olub 15 saniyə. İndi deyir ki, təsvirin həcmini 5 dəfə artırsaq, sürəti də 2 dəfə azaltsaq, ümumi indi neçə saniyə ötürələrəm? Bu S ilə düz mütənasib, V ilə tərs mütənasib asılıdır deyə. V 2 dəfə azalanda bu 2 dəfə artacaq. S 2 dəfə 5 dəfə artanda bu düz mütənasib asılıdır, 5 dəfə artacaq. Ümumi T 2 vur 5 10 dəfə artmış olacaq. Əvvəl 15 saniyə idisə, onda olacaq 150 saniyə. Cavabım oldu 150 saniyə. Heç belə. Davam. Keçdim növbəti sual. Fidan qrafik redaktordan istifadə edərək 7 MB həcmə malik qrafik təsvirin palitrasındakı rənglərin sayını 64 dəfə azaldır. Bu zaman qrafik təsvirin informasiya həcmi 3 MB azalır. Əla. Baxın, ilkin həcmim X sayda simvol, hər birində həcmi Y bit olub. Y bit olub. Bu bərabər olub 7 MB-yə. Y bit yazmayaq. Baxın, Y biti elə bil belə bir şey deyirəm. Y-ə deyirəm nə? Bit miqdarı da mənim. Bura Y yazıram, sonra çaşmayaq. Mən Y bit nə tapsam bit miqdarıdır bu. X-dən simvolu Y bitlə kodlaşdırıb eləyib 7 MB. Sonra deyir ki, təsvirin palitrasındakı rənglərin sayını 64 dəfə azaldır. Məsələn, əvvəl 1024 dənə, yəni 210 dənə rəng var idisə, bu 10 bit idisə, bunu 64 dəfə, yəni 2/6-ya böləndə bu olur nə? Ondan 6, 2/4, 16 dənə rəng olur. Burada olur 4 bit, düzdür? Fikir verin, əvvəl 10 bit idi, indi oldu 4 bit. 2/6 dəfə azaltmaq, rənglərin sayını 2/6 dəfə azaltmaq, Y 6 vahid azaltmaq. Yəni indi isə ikinci halda X sayda simvol kodlaşdırıb Y-6 bitlə. Olub nə? Həcmi 3 MB azalıb, əvvəl 7 MB idi, indi olub 4 MB. Sistem tənlik. Hətta şeylə də bax, nisbətlə də baxa bilər. Bunların nisbəti bunların nisbətinə bərabərdir. X-lar buradan gedir. Bunları da yollayım öz işinə. Çarpaz vurum. 7y minus gəl belə deyək də, ya da heç nə yazayım. 7y minus 42 bərabər 4y-ə. 3y bərabərdir 42-yə. Y də bərabərdir 14-ə. Y nə idi? Mənim üçün bit miqdarı. Deməli, ilkin təsvirin rəng palitrasında bir rəngin həcmi 14 bit imiş. 14 bitdə də maksimum 214 dənə biz rəng kodlaşdıra bilərik. Maksimum ən çoxu 214 dənə rəng ola bilər. Cavabım olacaq B variantı. Deyir 256 səhifəlik sənədin hər bir səhifəsində. Aha, hər bir səhifəsində.
Nə? X sayda simvol 4 vurulsun 220 bitli şəkil. Simvollarda ASCII-də kodlaşdırılıb. X sayda simvol ASCII-də kodlaşdırılanda 1 byte. Bax bu bir dənə səhifədəki həcm düzü 220 bit. Deyir hər bir səhifəsində X sayda simvol və 4/220 bitlikdə şəkil var. Ümumi neçə dənə səhifə var? 2/8 dənə. Bunun həcmi olub nə? Nə? 129. Yəni ya belə yazacağam 129 mu bu? Heç hələlik yox yazıram belə 207 plus 1. MB-ni da çevirim nəyə çevirsəm rahat olar. Belə baxıram ki, çevirəcəm byte-a. 220-yə vuracam. İndidən bu 208 ilə bunu aparsam burada o 212 qalar. X byte plus 200 bu. 222 bit. Byte-a çevirmək üçün 203-ə böləcəm, qalacaq 219. Nə? Byte. Bərabərdir. 207. Bu 212-yi vurub açıram. 219 plus 212 byte. Əla. Əla. Heç bir şey. İndi baxın. Byte'ları xısar apardım. Getdi byte. 219-a getdi. X bərabər oldu nəyə? 212. Bizdən də elə X-i soruşur da. 212, yəni 4/1024, o da oldu 4096. Cavabım oldu Y variantı bu sualımızda. Bu da belə növbəti videolarımızda görüşərik. Qəbula kimi hər gün inşallah bir video atacaq. Sağ olun, salamat qalın.